Paylaşımlarınızda tez-tez tütün və spirtli vasitələrdən istifadəni azaltmağın xərçəngin müalicəsində çox faydalı olduğunu görürük. Bəs bununla bağlı siz nə düşünürsünüz? Dövlət necə bir radikal addımlar atmalıdır ki, bu insanların sağlamlığı üçün faydalı olsun? Düşünürəm ki, birinci növbədə tütün məhsulları və spirtli içkilərin təbliğatı tamamilə qadağan olunmalıdır. Buna belə deyək, baxdığımız zaman hər hansı bir siqnal verən, bizi ona təşviq edən bütün görsəl görüntülər qadağan edilməlidir bir mənalı şəkildə. İkinci bir məsələ, gənclərin buna əl çatanlığı azaldılmalıdır. Xüsusilə də satış strategiyasında 18 yaşından altında şəxslərə qanunla qadağandır, amma realda bu nə qədər tətbiq olunur, buna nəzarət gücləndirilməlidir. Eyni zamanda cərimələr artırıla bilər, çünki qapalı məkanlarda tütün istifadəsi istifadə edən şəxsdən çox ətrafdakı insanlara zərəri ilə, yəni biz bilirik ki, hamımıza problem yaradır. Biz də insan olaraq, dövlətə dəstək olaraq duyarlı olmalıyıq. Ətrafımızdakı insanları xəbərdar etməliyik ki, sənin çəkdiyin tütün səndən çox mənim sağlamlığıma ziyan vurursa, çox xahiş edəcəm bu məkanda çəkmə. Yəni, belə ictimai qınaq da burada artıq dövrəyə girməlidir. Çünki son dövr mən çox görürəm, qadın ağciyər xərçəngi olan xəstələr və hamısı deyir, ay doktor, axı biz siqaret çəkmirik, axı biz tütün istifadəçisi deyilik, biz niyə xərçəngik? Baxırsan ki, qadın həyat yoldaşı bütün günü qapalı məkan, evdə siqaret çəkir və yaxud da ki, atası uzun illər evdə siqaret çəkib. Bunlar bir günün problemi deyil. Dolayısıyla uzun zamanda olan bir məsələlərdir, amma yəni, nəticə etibarilə nədir? Dövlət bəzi qadağaları daha sərtləşdirməlidir. İnsanlar da daha çox ictimai qınaqla ətrafdakıları tənbih etməyi öyrənməlidir.